Salam müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz quraşdırma elementləri olan məmulatların spesifikasiyasıdır. Bu haqda sizə geniş məlumat verəcəm. Gəlin birinci baxağın quraşdırma nədir? Quraşdırma hesablamaları yerinə yetirməklə qurmaq, tikmək deməkdir. Quraşdırma nə oldu? Hesablamaları yerinə yetirməklə qurmaq, tikmək oldu. Cihazlar, daha sonra maşınlar, geyim, mebel, uşaq oyuncaqları, diş fırçaları, mətbəx ləvazimatları, santexnika avadanlıqları, məmulatlar quraşdırma prosesinin nəticəsidir. Yəni bir əşya bir neçə detalın birləşməsindən ibarətdirsə, onun quraşdırma prosesi həyata keçiriləcək və quraşdırma prosesində isə hesablamaları yerinə yetirməklə, yəni ölçülərimizi götürürük, hesablamalarımızı yerinə yetiririk, planlaşdırırıq, daha sonra qururuq, daha sonra isə tikmək lazım olur. Tikmək lazım olur, belə. Quraşdırma hər hansı bir məmulatın, ondan sonra qurğunun, əşyanın hazırlanmasına yönəlmiş yaradıcı prosesdir. Bayaq qeyd etdiyim kimi, hansı ki quraşdırma prosesində biz planlamalıyıq, hesablamalıyıq, planlamalıyıq. Mütləq şəkildə deyir, məsələn 5-ci sinif kitabımızda var deyir, layihəni ümumiyyətlə hər hansı bir nəyisə hazırlamaq üçün birinci layihələndirməliyik. Onu beynimizdə layihəsini qurmalıyıq. Daha sonra biz onu kağız, dəftər üzərində köçürməliyik ki, artıq və əksikliklərimizi tapa bilək. Burada da eyni qaydadır. Quraşdırma hər hansı bir hazırlanacaq, tutaq ki, uşaq oyuncağıdırsa, deyək də qurğunun əşyanın hazırlanmasına yönəldilmiş yaradıcı prosesdir. Yeni konstruksiyaların yaradılması üzərində çoxsaylı mütəxəssislərdən ibarət qrup çalışır. Yəni bir insan tək işləmir, bunlar qrup halında işləyirlər. Qrup halında işləyirlər. Daha sonra yeni texniki ideyaların, kəşflərin həyata keçirilməsi tək və yaxud da kollektiv ixtiraçı əməyin məhsuludur. Hazırlanma prosesində istənilən məmulat müəyyən mərhələlərdən keçir, mütləq şəkildə müəyyən mərhələlərdən keçir. Konstruktorun beyni, deyək ki, yaranan ilkin ideya sonraki mərhələlərdə sözlə təsvir edilir. Dedik axı, yeni konstruksiyaların yaradılmasında çoxsaylı mütəxəssislər ibarət qrup işlədi. Məsələn, yeni ideyalar, kəşflərin həyata keçirilməsi baş verdi. Hazırlanma prosesində istənilən məmulat müəyyən mərhələlərdən keçir. Quraşdırma hər hansı bir məmulatın, dedik axı, qurğunun əşyanın hazırlanmasına yönəldilmiş yaradıcı prosesdir. Mütləq onun üzərində mərhələlər olmalıdır. Planlaşdırmaq, qurmaq, tikmək lazımdır. Birinci növbədə layihələndirmə konstruktorun beynində yaranır. İlkin ideya sonraki mərhələlərdə sözlərə, dəftər üzərində şəkil vasitəsilə köçürülür. Bunlar deməli, rəsm, sxem, çertyoş və s. üzərində çəkilir. Məmulat haqqında tam məlumat daşıyan bütün mətn və təsviri sənətlər konstruktor sənəti adlanır. Dedik, konstruktor kimdir? Layihəni hazırlayan. Hazırlanan layihədə nə oldu? Konstruktor sənəti. Bir də təkrar etmək istəyirəm ki, konstruktorun beynində ilkin ideyalar yarandı. Sonraki mərhələyə keçdi, ikinci mərhələyə keçdi. İkinci mərhələ isə rəsm, ondan sonra sxem və yaxud da ki, təsvirə çevrilir. Bu qrafikdə ola bilər, mörtəzə hissəsində bizə verilmişdir. Belə sənətlər nə adlandı? Konstruktor sənəti. Layihələndirdi konstruktor, sənətlər oldu konstruktor sənətləri. Ümumiyyətlə, quraşdırma sənətləri, məmulatın işlənməsi, onun hazırlanması, nəzarəti və istismarı üçün lazım olan məlumat bazasıdır. Yəni, quraşdırma sənətləri məmulatın biz onu necə işləyəcəyi hazırlanmasında aşağıca şəkil 1-də verilib. Quş yuvasının quraşdırma çertyoju və spesifikasiyası, onun hazırlanma ardıcılığı, ölçüləri. Biz orada yenə də deyirəm ki, konstruktor beynində ilk dəfə ideyanı yaradır, daha sonra təsvirə çevirir, artıq əksikləri tapıb çıxartmaq üçün. Ümumiyyətlə, quraşdırma sənətlərin detalın çertyoju, həmən şəkil 1-ə nəzər yetirsək, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin təlimat və sxemlər aiddir. Bizə nə deyir? Məsələn, gəlin biz spesifikasiya nəzərə yetirək. Spesifikasiyada bizdə detalın hər tərəfli, deyək ki, bütün hissələrini qeyd etmişdir. Biz spesifikasiyaya baxaraq quraşdırma sənədini oxuya bilirik.
Ümumi görünüş çertyojunda da təlimat və sxemlər aiddir. Spesifikasiyada deməli detalın nömrələridir. 1, 2, 3, 4, 5 detaldan ibarətdir quş yuvası. Detalın adı ön divar burada qeyd edilmişdir. Daha sonra yan divar burada qeyd edilmişdir. Görürsünüzmü? Biz spesifikasiyanı oxuyaraq deməli quraşdırma çertyojunu işləyə bilərik. Sonra altı, daha sonra arxa divarı göstərilmişdir. Daha sonra qapaq göstərilmişdir. Qapaq. Əsasən də nəyə diqqət etməliyik? İlk öncə spesifikasiyada hazırlanacaq detalın adına nəzər yetirək. Bu nədir? Quş yuvası. Quş yuvasının miqyası nədir? 1-in 1-ə, 1-in 1-ə. Yəni natural ölçüdədir. İlkin variantdadır. Daha sonra sayları qeyd edilmişdir. Məsələn, ön divardan neçə ədəd istifadə olunur? Say burada verilib 1. Məsələn, yan divardan 2. Həqiqətən də burada 2 ədəd istifadə olunubdur. Daha sonra alta faner 1 ədəd istifadə olunmuş, 2 ədəd istifadə olunmuşdur. Daha sonra arxa divar faner 1 ədəd istifadə olunmuşdur. Materialda göstərir. Daha sonra qapaqlar 2 ədəd istifadə olunmuşdur. Qeydlərdə isə ölçüləri təsvir edilmişdir. Ümumiyyətlə, quraşdırma sənədlərində yenə deyirəm, quraşdırma çertyoju, spesifikasiyanı oxuduq, ümumi görünüş çertyojunu, təlimatı sxemdə aydın görə bilirik. Detalın çertyoju onun təsvirinin hazırlanması üçün bizə lazımi ölçü və məlumatları bizə əks etdirir. Həqiqətən də lazımi ölçülər, yenə qeyd etmək istəyirəm ki, göstərilmişdir qeydlər bölümündə. Daha sonra keçəyin məlumat bir neçə detalın birləşməsindən ibarət olduqda bildiyimiz üzrə onun nəyə hazırlanır? Quraşdırma çertyoju işlənib hazırlanır. Biz baxdıq da şəkildə quş yuvasında həqiqətən də məlumat bir neçə detalın birləşməsindən ibarət idi. Quraşdırma çertyojunda məlumatın detalların bir-biri ilə birləşdirmə üsulu, daha sonra ardıcıllığı göstərilir. Nə oldu? Məlumat bir neçə detalın birləşməsindən ibarət olduqda quraşdırma çertyoju hazırlanır, çertyoj qurulur konstruktor tərəfindən. Quraşdırma çertyojunda məlumatın detalların bir-biri ilə birləşdirilmə üsulu və ardıcılığı göstərilir. Məlumata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Bayaq da qeyd etdim. Baxın. Deməli, məlumat bir neçə detalın birləşməsindən ibarətdirmi? Bəli, görürük ki, bir neçə detalın birləşməsindən ibarətdir. Detalların adı ön divar, yan divar, alt, arxa divar, qapaq və s. Məsələn, quraşdırma çertyojunda məlumatın detalların bir-birinə birləşdirmə üsulu və ardıcılığı göstərilir. Üsul və ardıcılığa baxaq. Birinci ön divar, sonra yan divarlar, daha sonra alt hissəsini, arxa hissəsini, daha sonra qapaqlar nəzərdə tutulmuşdur. Məlumata daxil olan bütün detallar isə bax burada spesifikasiyada qeyd edilmişdir. Bax, spesifikasiyamız budur. Spesifikasiyada qeyd edilmişdir. Sonra məlumata daxil olan bütün detallar yenə də qeyd edirəm, spesifikasiyada qeyd edilmişdir, sadalanmışdır. Detalların quraşdırma çertyojundakı nömrələr spesifikasiya ilə eyni olmalıdır. Məsələn, biz burada birinci spesifikasiyanı yaradırıq, qeydlərə baxırıq. Qeydlərdə bizim tutaq ki, ölçülərimiz verilibdir. Bu ölçülərimiz çəkdiyimiz quraşdırma deməli çertyoju ilə eyni ölçüdə olmalıdır. Daha sonra keçən növbətiyə ümumi görünüş çertyoju nədir? Ümumi görünüş çertyoju qeyd etmək istəyirəm ki, məlumatın quruluşunu əks etdirir. Məlumatın nəyini əks etdirir? Məlumatın quruluşunu əks etdirir. Onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məlumatın iş prinsipini izah edir. Deməli, iş prinsipini bizə izah etdi. Çertyoja spesifikasiyada əlavə edilməlidir. Çertyoja spesifikasiyada əlavə edilməlidir. Spesifikasiya əlavə edilməlidir ki, ümumi görünüş çertyojunu çəkmək, qurmaq olsun. Təlimatın tərkibinə nələr aiddir? Məlumatın hazırlanması, yığılması, tənzimlənməsi, ona nəzarətə dair göstərişlər mütləq olmalıdır ki, addım, etaplı aparılsın. Şərti işarələr şəklində olan sxem məlumatın tərkib hissələrini və onların qarşılıqlı təsirini əks etdirir. Deməli, ümumi görünüş çertyojumuz nə oldu? Məlumatın quruluşunu əks etdirir. Ancaq quraşdırma çertyojunda isə məlumat bir neçə detalın birləşməsindən ibarət olanda hazırlanır.
Ümumi görüntü çertyojunda isə bu əksinədir. Məlumatın quruluşunu əks etdirir. Onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məlumatın iş prinsipini izah edir. İşin nədən ibarət olduğunu ümumi görüntü çertyojda bizə izah edir. Sonra tərkibində məlumatın hazırlanması, necə hazırlayacağıq, yığılması, tənzimlənməsi, nəzarətə dair bizə qeydlər olur. Şərti işarələr şəklində olan sxem məlumatın tərkib hissələrini və onların qarşılıqlı təsirini əks etdirir. Bundan əlavə müəllimlər quraşdırma praktikasında təsvirin ilkin forması, yəni bu texniki təsvir yaradılır. Deyək ki, texniki rəsm böyük əhəmiyyət kəsb edir. Çox vaxt layihə yaratmağa başlayanda, məsələn, layihəni yaradan dizayner və yaxud da mühəndis öz fəaliyyətində texniki rəsm çəkməklə başlayır. Nəyə görə? Texniki rəsm çertyoja nisbətən daha əyanidir və daha tez yerinə yetirilir. Yəni, çertyoj daha dəqiqdir. Burada da dəqiqlik var, ancaq ki, deyək ki, daha əyani və tez yerinə yetirilir. Texniki rəsmdə ölçmə və rəsm əllə yerinə yetirilmiş rəsmdir. Deyək ki, onu fondan ayırır, üç tərəfli bizə görüntü göstərir. 1, 2 və 3 tərəfli görüntünü bizə göstərdi. Ümumiyyətlə, bütün məlumatlar və pəstahlar müəyyən texnoloji proseslə yerinə yetirilir. Dedik, pəstah nədir? Hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü tərtibatdır. Bir pəstahdan bir və ya bir neçə detal biz istehsal edə bilərik. Bəs yaxşı, texnoloji proses nədir? Dedik axı, bütün məlumatlar, ümumiyyətlə pəstahlar texnoloji proseslərlə yerinə yetirilir. Texnoloji proses nədir? İstehsal prosesində, yəni hazırlanma prosesinin bir hissəsi olub, hansı əmək əşyasını biz üzərində işləyiriksə, həmən əmək əşyasının dəyişdirilməsi və onun vəziyyətini müəyyənləşdirilməsi üçün məqsədyönlü fəaliyyətdir. Daha sonra əmək əşyasına yenə qeyd etmək istəyirəm ki, pəstah aiddir. Pəstah aiddir. Ümumiyyətlə, texnoloji prosesdən sonra texnoloji əməliyyatlar. Məsələn, eyni iş yerində bir və ya bir neçə fəhlənin, dedik axı, layihələndirmə bir nəfər tərəfindən də aparıla bilər, kollektiv nəticəsində də aparıla bilər. Burada da texnoloji əməliyyat nəticəsində bir və ya bir neçə fəhlənin əməyindən istifadə olunur. Bir və ya bir neçə emal olunan, yığılan məlumat üzərində fasiləsiz yerinə yetirdikləri həmən bu texnoloji prosesin bir hissəsidir. Texnoloji əməliyyat nə oldu? Texnoloji prosesin bir hissəsi. Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən deyək ki, ibarətdir. Yəni, eyni texnoloji təchizat vasitəsilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi nə oldu? Texnoloji keçid. Belə texnoloji keçidi belə yadımızda saxlayaq ki, məsəl üçün, keçiddir də bir nöqtədən digər nöqtə, yeri necə keçirik? Yerin sağ tərəfindən sol, yəni yer deyəndə, yəni yolun sağ tərəfindən sol hissəsinə keçəndə biz yeraltı keçidlərdən istifadə edirik, keçirik və finiş xəttinə deyək ki, yolun o biri hissəsinə çatırıqsa, deməli biz keçiddən istifadə edirik, bir nöqtədən digərinə keçmək üçün istifadə olunur. Yəni sonu, keçid. Məlumatın quraşdırma sənədlərindən başqa texnoloji sənədlər də vardır. Ümumiyyətlə, quraşdırma sənədləri bildikdə nələrdir? Texnoloji sənədlər nə oldu? Qrafik və mətn sənədləri aiddir. Bu sənədlər məlumatın hazırlanma texnologiyasını təyin edir. Texnoloji sənədlərə dedik nələr aiddir? Burada mən aşağı hissədə qeyd etmək istəyirəm. Qırmızı hərflərlə verilir. Texnoloji xəritə, marşrut xəritəsi, əməliyyat xəritəsi aiddir. Bunların da bir-birinə necə aid etməyinizin deməli, açar yolları var. Düzdür, burada görürükmü ki, çox sözlərdən istifadə edir. Bunun açar məqamlarını sizin nəzərinizə çatdıracağım. Deməli, texnoloji xəritə, texnoloji əməliyyatlar. Texnoloji əməliyyat dedik nədir? Eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan, həmçinin yığılan məlumat üzərində fasiləsiz yerinə yetirdikləri texnoloji prosesin bir hissəsidir. Texnoloji prosesin nə olduğu bir hissəsi. Deməli, texnoloji əməliyyatlar materiallar göstərməklə detalların tam hazırlanma prosesini əks etdirən sənəddir. Hansı prosesi tam hazırlanma, tam sözünə baxaq, özündə əks etdirən sənəddir. Ümumiyyətlə, texnoloji xəritə məlumatın bütün emal prosesini özündə əks etdirən, bütün deyəndə
Bu bizim açar sözümüzdür. Tam, bütün, əks etdirən əməliyyat və onların tərkib hissələri, materiallar, daha sonra istehsal avadanlığı, məlumatın hazırlanması üçün texnoloji rejimlər, ümumiyyətlə haqqında ətraflı sözü gördünüzsə, bilin ki, bu nədir? Texnoloji xəritədir. Nə oldu? Ətraf, bütün, baş hərfini mən burada qeyd edirəm, bütün, tam, bunlar varsa bilin ki, texnoloji xəritədən söhbət gedir. Bəs marşrut xəritəsi nədir? İş sənədlərin tərtibinin bütün mərhələlərində, düz bax, burada da bütün sözü istifadə olunub. Bütün mərhələlərində istifadə edilən texnoloji sənəddir. Burada iş sənədlərdən söhbət gedir. Marşrut xəritəsi təchizatların, avadanlıqların, materialların, işin göstərilməsi ilə məlumatın müəyyən. Dedik, marşrut xəritəsində nə oldu? Müəyyən. Yazıram bura. Müəyyən. Ardıcıllıqla hazırlanmasını, deyək ki, əməliyyatları üzrə aparılan texnoloji proseslərin təsvirini özündə cəmləşdirir. Daha sonra, əməliyyat xəritəsi nədir? Texnoloji sənədlərdən biri də əməliyyat xəritəsidir, gördüyümüz üzrə. Deməli, keçidlərin, qurğuların, tətbiq edilən alətlərin siyahısıdır. Belə deyək ki, əməliyyat xəritəsi keçidlərdə, qurğularda tətbiq olunan alətlərin siyahısını özündə cəmləşdirir. Məlumatın hazırlanmasına adətən çoxsaylı bildiyimiz üzrə mütəxəssislər iştirak edir. Məsələn, deyək ki, konstruktor neynədir? Çertyoju işlədi. Texnoloq məlumatın detallarının emal texnologiyasını, daha sonra yığılmasını işləyir. Deməli, konstruktor çertyoju hazırladı, verdi texnoloqa. Texnoloq da detalın emal texnologiyasını və yığılmasını işlədi. Deyək ki, müxtəlif ixtisaslı fəhlələr də detalları hazırlayır və məlumatı yığır. Detalı hazırladı, məlumatı yığdı. Nəzarətçi isə detalın çertyoja uyğunluğunu yoxlayır. Dedik axı, hər bir məlumatı hazırlayarkən mütləq onun quraşdırma çertyoju hazırlanır. Çertyoja uyğunluğunu yoxladı. Bundan sonra isə bütün mütəxəssislər tərəfindən başa düşülməsi, həmçinin də oxunulması üçün çertyoj ümumi qəbul edilmiş qaydalar var. O qaydalar əsasında tərtib edilməlidir ki, bunu nəzarət edən insanlar oxuya bilsin. Yəni, çertyoj aydın olmalıdır ki, hər kəs tərəfindən başa düşülə bilsin. Texnoloji sənədlər nə oldu? Texnoloji sənədlər dedik, qrafik və mətn sənədləri aiddir. Ümumiyyətlə, sənədlər məlumatın hazırlanma texnologiyasını təyin edir. Texnoloji sənədlər üç növə bölündü. Texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi. Texnoloji xəritə deməli ətraflı bizə məlumat verir. Marşrut xəritəsi əməliyyatın deməli icra ardıcıllığını verir bizə. İcra ardıcıllığını burada ətraflı vermir də bizə. Üzərində olan icra ardıcıllığını belə deyək ki, müəyyən ardıcıllığı verir bizə. Əməliyyat xəritəsi isə keçidlərdir, qurğulardır, tətbiq edilən alətlərin siyahısını hazırlanmasında bizə kömək edir. Dedik ki, eyni texnoloji təchizat vasitəsilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi nə oldu? Texnoloji keçid oldu.